Salam değerli izleyiciler. Biz bugün Tərtər rayonu Bəyəm-Sarov Bələdiyyəsinin parkındayız. Bir jurnalist olarak biz buraya gelmişik. Belediyenin fəaliyyətindən maraqlanaq. Biz burada müavinlə görüşdük. Dedim çox xahiş edirəm. Belediye sədrinə məlumat verin ki, jurnalist gəlib ki, biz sizin fəaliyyətindən maraqlanmaq istəyirik. Mənə belediye sədrinin yaxında xahiş edən zəhmət olmasa Tərtər rayon Bəyəm-Sarov Bələdiyyəsi. Bunun arxasında kimlər durur mən deyə bilmərəm. Belediye sədri müavinə deyir ki, hətta jurnalist kimdir ki, mənim fəaliyyətimdən maraqlanır. Mən buradan çatdırıram Yusif müəllimə ki, cənab Yusif müəllim, siz belediye sədrisiniz, mən jurnalistəm, bu mənim vəzifə borcumdur. Jurnalistin vəzifə borcu odur ki, belediye idarə müəssisə və dövlət məmurlarından sorğu sorsun. Bu bizim vəzifə borcumuzdur. Nəzərinizdə satıram ki, Yusif müəllim, Azərbaycan Respublikası prezidenti cənab İlham Heydəroğlu Əliyev 3 saatlarla jurnalistə müsahibə verirsə, deməli sözünüzü cənab prezidentin artıq tutursunuz ki, mən müsahibə vermək istəmirəm. Nəzərinizdə çatdırım ki, 24 saat ərzində sizin bizə müsahibə verməyə borçlusunuz. Bu sizin vəzifənizdir. Əgər 24 saatdan artıq verirsə, siz qanun qarşısında cavab verməlisiniz. Dəyərli izləyicilər, mən bununla bağlı birbaşa Ədliyyə Nazirliyinə sorğu göndərəcəm, sorğu ünvanlayacağım ki, belediye sədrinə kim haqq verir ki, belediye sədrinin arxasında kimlər durur ki, bu sözü jurnalistə deyir. Çox xahiş edirəm, bir də yaxından çəkəs buranı. Tərtər rayonu Bəyəm-Sarov Bələdiyyəsinin rəhbəri. Bizi izləməkdə davam edin dəyərli izləyicilər. Bununla bağlı mən Ədliyyə Nazirliyinə bir daha sorğu göndərəcəm. Qarşı tərəfin iddialarına cavab verməyə də hazırıq. Sağ olun, çox sağ olun, minnətdarıq.